Dünyaya insan, dünyada insan keçinməlidir. Bizim böyüklərimiz bizə deyirdi ki, dünya qaşıq kimidir. Elə quyruğundan tutun, hansı tərəfə istədin döndərəcəklər. Ya bəzən deyirlər, dünya at kimidir. Bəzi atın quyruğundan tutanda da, elə ipindən tutmaqla quyruğundan tutmağı da fərq eləmir. Elə quyruğundan da tutanda onu istədiyin tərəfə idarə eləyə bilirsən, yönəldə bilirsən. Dünya belədir, elə bu cürə keçinəcək. Yəni, nə tər tutsan o cürə də keçinəcək. Düzdür, məsələn, ustadlar deyib, dünyada özü Allaha kabab yiyən kimi tanıtdırın. Sözün, o kababın da bir etidal həddi olmalıdır. Və biz tarix boyda görmüşük, Allahın böyük-böyük insanları, böyük-böyük ovliyalar, Allahın peyğəmbərləri şərafətli yaşayıblar, izzətli yaşayıblar. Əslən, belə necə lazımdır yaşayıblar, dünyada bağlantıları olmayıb. Hətta axirət zaman Peyğəmbərə gəldi, Cənab Cəbrəl dedi ki, Allah deyir, dünyadan nə qədər istəyirsən istifadə ilə axirət payvada dəyməyəcək. Bunu da dəfələrlə eşitmişsiniz. Amma indi insan ki, dünya bundan, baxın, insanın dünya ilə keçinməyə lazım deyir. İnsan öz yerində olsa, dünya insandan keçinəcək. Baxın, Əli əleyhissalam bayaq Nəhcül Bəlağadan 83-cü xütbəni oxuyurduq orada qardaşlarla. Orada bir dənə söz var idi. O xütbənin içərisində deyir, dünya heç kimə indiyə qədər neynəməyib, vəfa eləməyib. Kim ona söykənib, ona xəyanət eləyib. Ondan sonra həmişə alladıb. Dünyanın imtihanlarının hamısı faydasızdır. Niyə? Dünyada məsələn biz məktəb oxuyuruq, imtihan veririk. İmtihan veririk, nə olur nəticədə? Biz bir kurs qabağa keçirik, bir dənə qiymət alırıq, diplom alırıq, gəlir ki, ömrümüzün boyuna, axırına qədər qədimdə lazım olurdu. İndi axtarırsan evdə 3 dənə diplom var, heç birini tapa bilmirsən. İndi o ki, yeganə şey adamın yanındadır, pravasıdır. Ondan başqa heç nə dərdə dəymir. Prava maşını sürməkdən ötürü. Bu dünyanın sənədi, imtihanı. Həzrət deyir ki, o dünyanın başqa imtihanları da var, onların da heç bir qiyməti yoxdur sənin üçün. Niyə? Çünki sənə vəzifə vermir, səni sinifdən sinifə keçirtmir, səni ali məktəbə yüksəlmir və nə də səni heç bir səadət və nə dünya, nə axirət səadət təminatı da vermir. Dünya budur. İndi baxın, dünya o ki, o bayaq dedik, axsaqqallar, ustadlar belə deyirlər, insan dünya ilə keçinməsi deyil. Baxın, belə deyirlər, bir də kollektivdə yaşayırıq, bir kollektivdə işləyirik. Orada məsələn, müxtəlif adamlar var. Müxtəlif adamlar var. O müxtəlif adamlarla biz hamısı ilə keçinməliyik. Hamısı ilə rəftarımız düzgün olmalıdır. Həm insani cəhətdən, həm İslami cəhətdən, həm bu işimizin qanununa uyğun, bu nizamlıya, məramnaməyə uyğun. Məlum. İndi bir nəfər gəlib orada heç kimin hüququna riayət eləmir. Məlum. Nə mənada? Belə biri ilə acı danışır, biri ilə xoş danışır, biri ilə çox gülür, biri ilə zəhrimar, şümür sifəti ilə rəftar edir. O adam o kollektivin içində ya axır kollektiv dağılmalıdır, ya bu çıxmalıdır. Yəni, bu cürə davam eləməz bu. Heç hörməti də olmayacaq o adamın. Nə bir töz sözünə inanan olacaq, nə bir şeydə o yalancı çoban kimi. Axırda həqiqəti də deyəndə deyəcəklər zarafat eləyir. Ya həqiqəti də deyəndə deyəcək yalan. Neynir? O adam bəs necə keçinsin bu 200 nəfərlik kollektivdə? Çətindir axı 200 nəfərlə. Hərənin özünə görə bir dili var, hərənin özünə görə bir xasiyyəti var. Biri məsələn də belə də, elə bil məsələn 200 nəfərlik bir dənə qazandır. Biri şor istəyir, biri şit istəyir, biri ilə tomatlı istəyir, biri tomatsız istəyir, biri nə bilim, nə bir yağlı istəyir, biri yağsız istəyir. O mahir aşbaz neynir? Eləyir ki, hamını riayət eləyir. Ki, indi biri az duzu var, duz tökəcək. Biri yağı çoxdur, fərz eləyir ki, o yağından biraz öz qabından götürə tökəcək. Bu cürə riayət olunur. Bu 200 nəfərin içərisində keçinmək necə keçinim mən? Bir dənə bunların xasiyyətlərini heç bəl mən öyrənməmişəm. Elə deyir, səninlə keçinməkdən ötürü gərək xasiyyəti biləm. Biləm nədən xoşun gəlir nə. Mən indi deməli, Allah qoysa bu işə girməyimizdən əvvəl gərək bu 200 nəfərin tərcüməyə halını götürəm, mütaliə eləyəm, görəm bunlarla necə rəftar eləməliyəm. Əvvəl onu verməyəcəklər sənə. İkincə ki, kimi haçan işləyəcəksən. Elə ona bir ömür çatır da. Elə. Pəs onda əlacı nədir? Əlacı ancaq ibarətdir bundan. Özün yerində düzgün ol. Özün yerində düzgün ol, hamı səndən keçinəcək. Özün yerində düzgün ol. Dini cəhətdən, əxlaqi cəhətdən, insani cəhətdən, dünyəvi cəhətdən o Həzrət deyən orta yola riayət eləcəksən. Orta yola əməl eləcəksən. Hamı səndən keçinəcək. Hamısı da normal olacaq. Sən niyə gəlib səricən kimi hırıldaya gəlirsən, kim də sənə gəlsin, yersiz zarafat eləsin.
Sən niyə içəri girəndə salamsız girirsən ki, birinin də acığı gəlsin ki, buna baxa, bu hardan gəlir? Evdən gəlmir bu, içəri girəndə salam verə. Sən biri ilə niyə kobud rəftar edirsən ki, ta o da səndən kobud rəftar edir? Birinin o qədər yaxınıma bıraxmısan ki, gəlin məsələn belə də, səndən belə də bir boynun dalına bir şillə vura. Sən normal, adam kimi. İnsani vəzifə, dinin sənə ayırdığı vəzifə nədir? O vəzifəyə əməl eləyəcəksən, 200 nəfər yox, 2000 nəfər də olsa, 20.000 nəfər də olsa, onunla nə edəcəksən? Keçinəcəksən. Bax, dünya da eyni bunun kimidir. Bu dünyanın fitnəsi çox. Dünyanı biz allada bilərik. Bir 5-6 nəfər adamla, ya bir dəstə məsum insandan başqa dünyanı alladan olub, heç onlar da dünyanı allatmayıblar, sadəcə dünyaya allanmayıblar. Məlum, heç kim dünyanı allada bilməz. O qədər dünyanın məkri var, hiləsi var. Baxın, hiləgər insanın öhdəsindən gəlmək olur? Yox. Onu hiləgər kim yetişdirib? Onun müəllimi kim olub? Dünya. Dünyanın müəllim olduğu, müəllimlik elədiyi hiləgərlərdən bir nəfəri ilə görsən bir cəmiyyət bacarmır. Gör, dünya özü nə boyda hiləgərdir. Qədim kişilər danışanda eşitmişəm mən, bir yerdə görməmişəm yazılı. Allah rəhmət eləsin o kişiləri, arada heç olmasa belə ibrətamiz sözlərdən danışırlar ki, biz də indi ondan istifadə edirik. Görəsən bizə rəhmət oxuyanlar nə deyəcəklər? Deyir, Həzrət Süleyman gedirdi, o kişi Həzrət Süleymana nisbət verir. Gördü ki, bir dənə göyçək qadın oturub orada. Baxdı, dedi ki, bu qadın niyə oturub burada, bunun evlərində mən. Dedi, sənə elçilik eləyirəm. Dedi ki, çıx get filan, bəs məkan, məndən sənə arvad olmaz, nə. Süleyman əl çəkmədi. Dedi, neylə, apar o üzücü, at o qab, sandığın içərisinə. Apardı, atdı sandığın içinə. Həzrət Süleyman getdi də, səfərə gedirdi. Qaydanda bu niyyətinə indi gəlim, arvadla götürüm, aparım evə. Həzrət Süleyman da evdən icazəsiz evlənə bilirdi. Arvad da evə gətirə bilirdi, ikincisini, üçüncüsünü. Gəldi, gördü, vallahi orada belə bir əcaib bir şey oturub, belə də çirkindən, üfunətindən yaxın gəlməlidir. Yaxın gəlməlidir. Baxdı, sən kimsən, dedi, elə gedəndə elçilik elədiyün adam. Dedi, bə, sən niyə bu günə qalmışsan? Dedi, mən bu günə qalmamışam ki, mən beliyəm də, bəzən özümü o cürə göstərirəm, bəzən özümü bu cürə göstərirəm. Süleyman dedi, mənim üzüyümü ver, xoş gəldin. Dedi, get, bax, orada götür. Elə sandığın içindədir. Deyir, o kişi danışır, deyir, Həzrət Süleyman gəlir, sandığı açır, gör, burada bəlkə milyonlarla üzüyü var. Gör, arvadı nə qədər elçisi olub. Bu dünya idi, deyir, dünya idi. Deyir, Süleyman, o qədər insanlar gəlib, mənim gözəl surətimlə onu allatmışam, özümə məftun eləmişəm, üzüyünü də alıb atmışam ora. Heç ayılıb gedəndə üzüklərini də götürmürlər. Heç olmasa sən zirəng oldun, üzüyü götürmək istəyirsən. Baxın, dünya belə bir alladıcıdır və belə bir hiləgərdir. Bu dünyanın yetişdirdiyi hiləgərlərdən biri bir ölkə bacara bilmir ondan. Onda qalmışdı dünyanın özü ilə bacarasan sən. Amma nə eləyə bilərsən? Amma bunu eləyə bilərsən ki, nə eləyəsən? Dünyaya allanmayasan. Dünyaya allanmamaq necə olar? Çox sadə. Axı bu dünyanın, dedim də o misalı ona gətirdim ki, bir dəfə gözəl surətdə özün büruzə verir, bir dəfə isti surətdə, bir dəfə soyuq surətdə, bir dəfə görürsən, yaz gəlir, biz dünyaya vuruluruq ki, dünya gözəlləşdirdi. Yay gəlir ki, xərclər azaldı, nə bilim, da odun yandırmayacaq. Payız gəlir, məsələn, bir cəhətdən indi məhsul yığacaq. Qış gəlir, qəşəng qarı olacaq. Dünya görürsünüz, ildə elə 4 dəfə rəsmi surətdə biz elə konstitusiya ilə alladır. Bu cürə. Biz də elə bundan nə edirik, keçiririk. Amma adam var görsən ki, nə eləmir, nə istisinə, nə soyuğuna, nə payızına, nə yazına əhəmiyyət vermir də. Danışmışam sizə o Ayətullah Behçətin o Hacı Rüstəm rəhmətliyə demək ki, bu ev qədimdən elə buz kimi olur. Hacı Rüstəm də deyir ki, 60 dərəcə evin içində istiliyi var idi, əbamın üstünə çıxırdı tər. Tər üzü aşağı gəlməkdən belə yuxarı qaynayırdı. Ayətullah Behçət də deyir, dəstəmaz ala gəlir, deyir, ağa Rüstəm, bu ev əvvəldən elə buz kimidir. Sən mömin dünyada öz ətrafını elə islah eləyir ki, eyni elə bil behişdədir. Behişdə nə olur? Allah Quranda deyir, la şəmsə fiyha və la zəmhərira. Behişdə insan istidə nə əziyyət çəkəcək, nə soyuqda nə əziyyət çəkəcək. Aprel ayının 15-i normal hava. Məlum? Muğan tərəfə getmişdik, qardaşlar dedilər ki, qonaqca, dedim, aprel ayının 15-də. Dedim, niyə dedim, aprel ayının 15-də Muğan olur, la şəmsə fiyha və la zəmhərira.
Nə istidən əziyyət çəkmirsən, nə soyuqdan. Qışda bərk soyuq olur, yayda da ağca qanadı istisi filanı bəs məkana. 15-ində inşallah Allah qoysa, qismət olsa. Görüm icazə alsam, sizi də dəvət edərəm Allah qoysun. Baxın, insan ətrafını odur eləyə bilir. Bu adam 60 dərəcə istidə, deyir elə bura buz kimi idi. Elə sabah 60 dərəcə soyuq da olsa, deyəcək bu ev elə əvvəldən belə isti olur. Yalanla danışmır, ona nisbət o cürədir. Yalanla danışmır, ona nisbət o cürədir. Adi məsələn, yol gedəndə, susuzluqda, aclıqda görməmsiniz, görürsən adam var, elə səhər-səhər sənlə yeyib, səhər-səhər sənlə içib, səhər-səhər sənlə çıxıb, hələ saat 11 olmamış şivəni qalxıb göyə. Öldüm acımdan, yandım susundan. Yalan da demir, ha? Yalan da demir, düz də deyir. Acıb, ölür acımdan. Sadəcə mədəsini bu cür öyrədib də o adam. Mədəsini bu cür öyrədib, nəfsini o cür öyrədib. Nəfsini o cür öyrədib. Nəfs deyən, o nəfsin yalın verməyən kimi başlayır hürməyə. Allah rəhmət eləsin, Molla bəylər bir nəfərə demişdi, mənim nəfsimi itə döndərmə. Ayətullah İbrahim əmini bunu danışmışam sizə 1-2 il bundan qabaq, cümədə danışmışam. Ayətullah İbrahim əmini qumun namazı cüməsində o sözü izah elədi. Dedi, Molla bəylər belə bir söz deyib, bunun mənası da budur. İt nabələd adamdan heç vaxt heç nə götürməz, birinci dəfə. İkinci dəfə atanda gedər iyilər onu. Üçüncü dəfə atanda götürər yiyər. Dördüncü dəfə atanda göydə tutar. Beşinci dəfə əli yalandan da belə eləsin, tullanar. Və nəfsimi itə döndərmə budur. Nəfs elə üçüncü, dördüncü dəfədə elə göydə tullanır. Məlum? Ceyləməkdən ötürü. İndi bax, nəfs ya bu cür olur, həddini aşır, ifrat eləyir. O keçən dəfələrdə oxuduq elə bu bəhsimizdə yəsma'u kullə naiqin, hər elə pis səs çıxardan adama da o bəzi heyvanın səsinə o deyərlər naiq. Elə harada o heyvanın səsi gəldi, ona qulaq asar, onun dalıcan qaçar. Bəzən də nəfs yox, yerindədir, möhkəmdir. Ancaq qulağı haqqı eşidir. Allah Teala da Quranda deyir, və bəşşiril ləzinə və bəşşiril mümininə, möminlərə nizat ver. Bu Azərbaycan dilində deyim. Ərəbi bilsəydim mən də molla olardım da. Azərbaycan da deyir, onlara müjdə verilən ki, yəstəmi'unəl qovlə və yəttəbunə əhsənə. Sözü eşidərlər, amma yaxşısına qulaq asarlar. İndi qərar olsa biz baxın, bu cəmiyyətdə, bu televizorda, radioda bu qədər söz danışılır. Ondan sonra bunların hamısına, ya bu cəmiyyətdə hamısına qulaq assaq, buna qulaq dözməz ki. Bunun iqtisadı olmadı ki, bu ümməti vüsdə olmadı ki. Elə gərək qulağı elə eləyəsən ki, bir tərəfindən axa çıxa gedəysə, ona fikir verməyəsən, yaxşılarını tutub saxlayasan. Danışıqda da o cürədir. Nəhayət, sözüm bundadır ki, istəyirdim bu misalı vuram. Dünya çox hiləgərdir. Dünya həddindən artıq hiləgərdir. Dünyanın milyardlarla sifəti var. Milyardlar var, bir günlər 10 milyard adam var yer üzündə təqribən 10 milyard, 7 milyard, 8 milyard arasında da. Belə dünyanın bunların hərəsinə bir insan nə qədər sifətli ola bilər, bir münafiq neçə dənə sifətli ola bilər. Bir 10 dənə münafiqin hərəsinə göstərməyə sifəti var dünyanın. Bu 9 milyardı indi vur ona, görün olar. Birdən yer üzündə trilyon insan olsa, gene onların dünya, onların hərəsinə tək-tək ayrılıqda istədiyi sifəti göstərə bilər. Bunu tanımaq olmaz. Bunun sifətlərini bilmək olmaz. Amma nə? Yeganə bir dənə yolu var, özü də çox rahat, insan öz yolunda olur, öz yerində olur. İnsan öz yerində olsa namazı da qəbul olur, insan öz yerində olsa orucu da qəbul olur, insan öz yerində olsa ruzusu da olur. Dəfələrlə demişik buna. İnsanın o harda namaz qılmalıdır, mələk oradan gəlir namazını aparmağa. Necə oruç tutmalıdır, mələk o ünvandan gəlir. Baxın, bizim əməllərimiz ki, qiyamətin günündə təcəlli eləyəcək, gərkəcək ya qara surətdə, ya işıq nur surətində əməllərimizdə. Quranda ayə var da, müminin nuru saçacaq hara qədər, kafir, münafiq də deyəcək, deyən nurundan istifadə edeyim, deyəcək ki, Allah onu sənə haram edeyim, sən o nurdan istifadə edəyənməzsən. Eyni dünyada da müminin əməlinin nuru, işığı, şəffaflığı o cürədir. Sadəcə biz görə bilmirik onu, amma görən məxluqlar vardır. O mələk işığa gəlir, o nura gəlir. O namazı ki, mən qılıram, o qıldığım namaza nuru yoxdur ki, mələk də gələ. O tutduğum orucun nuru yoxdur ki, mələk də gələ. Bəs niyə mənim namazım qəbul deyir, yerimdə deyirəm?
Niyə mənim orucum qəbul deyir, yerimdə deyirəm? Niyə mənim ruzum yoxdur? Çünki Allah Taala mələkin beyninə yazıb qoyub. Navigator. Yazırsan proqramı, qoyursan ora, hə? O da deyir 500 metrə radara qalıb. Sən də sürəti salırsan aşağı. Gəlib keçəndən sonra sürürsən. Hə? Amma o navigator bəzən xarab olur. Keçəndən sonra deyir keçdin radarı. O biri maşını dal-dala verir də, deyir dəyəndə deyərsən. O da gəlib vurandan sonra deyir dəydi. Deyir sən dedin dəyəndə deyərsən, mən də dəyəndə dedim də dəydi. Radar görürsən, amma mələkin beyni o cürə deyir. Ay bu zamikanın eləsin, bu pozulsun, nəyə? Allah ünvan verin mələkə. Beyninə yazıb qoyub ki, bunu namaz vaxtı filan yerdə axtar, oruc vaxtı filan yerdə axtar, günorta filan yerdə axtar, o da ki, axtarır. Namaz vaxtı gəlir, görür bu mömin namaz üstə deyir. Hökm deyirəm məsciddə. Mömin namaz üstə deyir. Mömin deyir, qoy elə əlimdəki işi qutarın, bənim əlimdən iş qutaracaq səni. Vallahi adamı qəbrə qoyana qədər də əgər şey eləsə, elə onun işi var görməyə. Adı qutarmır ki. İnsan bax, qocalır, bax, heç nə əlindən gəlmir. Yerində ancaq danışa bilir, görsən, qucağına da götürəmir, görmüşəm də Allah qocaları salamat eləsin. Allah onların nurun üstümüzdən əskik eləməsin. Onlar böyük bir neymətdir, dualarının sayəsində yaşayırıq. Onlar da gedəndən sonra vay bizim halımıza. Hələ o ağzının duasının kəsəri olanlar var, belədir ha. Onlar da olmazsa vay bizim halımıza. Görsən, da heç uşağı qucağına da götürəmir, deyirlər, danışa bilirsən, deyirlər. Gətirib qoyurlar uşağı oraya, danışdır onu, qoy neynəməsin, ağlamasın. Bəs insanın işi qutarmayacaq. Onda qalmışdı sən mən yaşlı olan adam. Həmişə. Amma namaz nədir? Namaz da bir gün deyir, 2 gündür. Qardaş bunu sal qrafikə. Elə ki nədir? Namazın elə vaxtında olsun. Niyə? Mələk gəlir namaz vaxtı, o düz əvvəl vaxtında sənin dalıcan namaza. Gəlir görürsən beton qarışdırırsan. Gedib mən namaz qılan görmədim onu. Beton qarışdırırsan. O beton qarışdıran da onun siyasətində yoxdur. Bu saatda onun ünvanında gəlir namaz qılanda. Yerində deyir. Dünya məsələsində də o cürədir. Əgər insan yerində olsa, bütün dünyanın hamısı ilə keçinər. Niyə Peyğəmbər Yəhudi ilə də keçinirdi, Məsihi ilə də keçirdi, bütpərəslə də keçinirdi, hamı ilə də, qadın, kişi, uşaq, böyük, hamısı, heç eşitmişsiniz Peyğəmbər kimlənsə bir problemi olub, o dini məsələləri keçəndən sonra ictimai məsələsində, yox, əslən problemi olmayıb. Niyə? Çünki yerində idi. İnsan da gərək dünyada yerində ola. Yerində olmasa, heç kimlə keçinə bilməyəcək. Nəticədə də görürsə, öləndən də sonra heç bir rəhmət oxuyan olmayacaq. Çünki bir adamın qəlbində bir iz qoymayıb, axı rəhmət oxusun. Əxlaqı da onun üçün. İnsan xoş əxlaq olmalıdır. Birinin müvəffəqiyyətinə sevinməlidir. Birinin pulunun çoxluğuna sevinməlidir. Ondan birinin yaxşılığına sevinməlidir.